Lens qaydasının tətbiqinə aid olan belə bir məsələyə baxaq. Digər şəkildə təsvir olunmuş dövrələrdə induksiya cərəyanı və mənbənin yaratdığı I0 cərəyanının istiqaməti verilmişdir. Bu hal və bizə 5 dənə, deməli burada ayrı-ayrı variantlar verir. Gəlin bu belə deyək, dövrəni analiz edək. Dövrədə nə baş verib? Dövrədə bizim bir əsas cərəyanımız var, ana cərəyan. Bir də sarğacda yaranan induksiya cərəyanı var və bunlar fikir verirsinizmi, əks istiqamətdədir. Bu nə vaxt belə ola bilər? Yəni nə vaxt əsas cərəyan və induksiya cərəyanı bir-birinin əksinə yönələr? Gəlin Lens qaydasını yadımıza salaq. Lens qaydasına görə əgər cərəyan şiddəti artırsa, bu zaman sahə güclənir deməkdir və cərəyan şiddətinin artması nəticəsində konturda bir induksiya cərəyanı yaranır və həmin induksiya cərəyanı əsas cərəyanı həmişə azaltmağa çalışır əgər cərəyan artırsa. Onda bu o deməkdir ki, bu induksiya cərəyanı azalacaq. Yəni bir sözlə əsas cərəyanın əksi istiqamətində olacaq. Bu da nə vaxt mümkündür? Mən bu açarı qapasam. Açarı qapayanda dövrədən keçən cərəyan artır. Cərəyan artırsa qeyd etdiyimiz kimi induksiya cərəyanı yaranır və induksiya cərəyanı sanki artıma mane olmağa çalışır. Yəni cərəyan əsas cərəyan artmağa çalışır, induksiya isə onu zəiflətməyə çalışır. Çünki Lens qaydası bunu deyir bizə. İndi gəlin bütün bu halları araşdıraq. Deyir, belə hal mümkün deyil. Xeyr, bu cür hal mümkündür. Ona görə A variantı gedir. Deyir, əgər bir müsbət qütbdürsə və açarı dövrədən ayırmışıqsa, baxın, açar dövrədən ayrılanda, yəni açarı açanda, açarın qapalı vəziyyətindən açıq vəziyyətinə keçəndə, bu zaman cərəyan azalır. Cərəyan azalırsa, induksiya cərəyanı əsas cərəyanla eyni istiqamətdə olur. Yəni onun da qiyməti azalır. Sanki o azalmaya mane olur. Belə deyək də, bu Lens qaydası bizə onu deyir ki, cərəyan artırsa induksiya onu azaldır. Yəni artmağa mane olur. Cərəyan azalırsa, yəni əsas cərəyan azalırsa, induksiya özü də azalır, o azalmaya mane olur. Sanki artırmağa çalışır. Yəni bu şəkildə yadınızda saxlaya bilərsiniz. Ən sadə yoldur kimi. B variantı da getdi. Deyir, əgər 2 müsbət qütbdürsə və açarı qapadıqda mümkündür. Gəlin bunu yoxlayaq. Deməli 2 müsbət qütbdür. Bilirik ki, cərəyan müsbətdən mənfiyə gedir də. Bunu bura qoysaq, bax bu şəkildə bu cərəyan gedəcək. Axı bizə verib buradakı əsas cərəyan bu istiqamətdədir. Mən mənbənin müsbət qütbünü bura qoysam, əsas cərəyanın əksinə, yəni induksiya cərəyanı istiqamətində bir cərəyan yaratmış oluram. Ona görə bu da səhvdir. Deyir, əgər 2 müsbət qütbdürsə və açarı dövrədən ayırmışıqsa, qeyd etdik ki, açar dövrədən ayrılsa bu hal baş verməz. Y variantı, əgər bir müsbət qütbdürsə və açar qapadıqda mümkündür. Deməli, gəlin birə müsbət qütb deyək. Bir müsbət qütbdür. Buradan cərəyan gəlir, açarı onsuz da bağlamışıq. Buradan gəlir, bu sarğacdan keçir. Baxın, bu istiqamətdə, verilmiş istiqamətdə gedir və bu şəkildə gəlir mənbənin mənfi qütbünə. Onda deməli 2 də mənfi qütbdür. Və doğrudan da burada bizim əsas cərəyanımız yaranan induksiya cərəyanının əksi istiqamətində olur. Ona görə də doğru cavab variantı olur Y variantı.